İmtahan nəticələrinin açıqlanması niyə uzun müddət çəkir? Nəticələrin elanı niyə onlayn sistemə keçirilib? Bütün bu sualları tədris işləri üzrə prorektor Eldar Aslanova ünvanladıq. İmtahan nəticələri əvvəllər 1-2 gün içərisində açıqlanırdı. Hazırda isə imtahan cavablarının açıqlanması 3-4 gün, bəzi hallarda daha çox müddətədək gecikir. Bunun səbəbi nədir? Bəli, bizdə imtahan sessiyasının təşkili haqqında qaydalara görə imtahan nəticələri yazılı imtahanlarda birinci və ikinci növbə imtahanları həmən gün, üçüncü növbə imtahanları isə növbəti iş günü açıqlanırdı. Bu ildən etibarən biz imtahan prosesinin təkmilləşdirilməsinə qərar verdik və obyektivliyi və şəffaflığı təmin etmək üçün nəticələrin yalnız bir müəllim tərəfindən deyil, alternativ digər bir müəllim tərəfindən də, sahə üzrə mütəxəssis olan müəllim tərəfindən də yoxlanılmasını məqsədə uyğun hesab etdik. Ona görə də imtahan nəticələri bəzən bir neçə gün ləngiyir. Bu da qəbul olunan təcrübədir. Həm ölkəmizdə olan ali məktəblərdə, həm də xarici universitetlərdə imtahan nəticələrinin hər gün açıqlanması deyə bir şərt yoxdur. Buna görə tələbələrin narahat olmasına heç bir əsas yoxdur. Bu, ümumi onların imtahan proseslərində heç bir dəyişiklik yaratmır. Tələbələr öz imtahan nəticələrini bildikdən sonra, rəsmi açıqlandıqdan sonra 3 gün iş günü ərzində apellyasiya vermək hüquqları da qalır. Nəticələrin elektron sistemə yüklənməsi niyə bu qədər uzun müddət alır? Hazır nəticələrin ənənəvi qaydada elanı ilə onlayn sistemə yüklənməsi arasında niyə bu qədər kəskin fərq yaranıb? Bəli, belə bir fərq müşahidə olunur. Bilirsiniz ki, ölkəmizdə rəqəmsallaşma prosesi daha da sürətlənir. Biz də universitet olaraq tədris proseslərini rəqəmsallaşdırmağa çalışırıq. Tələbələrimiz bilir ki, elektron jurnal var. Tələbələr öz nəticələrini elektron jurnal üzərindən, şəxsi kabinet üzərindən izləyə bilirlərdi. Bu ildən etibarən biz paralel məlumatlandırmadan vaz keçib, tələbələrimizin birbaşa öz şəxsi kabinetləri üzərindən məlumatları əldə etməsini zəruri hesab etdik. Çünki müşahidələrimiz onu göstərir ki, tələbələrimiz bir çox halda ənənəvi qaydada tutorlarından, qrup nümayəndələrindən məlumat əldə etmək istəyirlər. Bu zaman bəzən məlumatlarda yanlışlığa yol verilir. Ona görə düşünürük ki, qəbul olunmuş təcrübəyə görə tələbələr bütün məlumatlarını, o cümlədən imtahanlarının nəticələri haqqında məlumatı sistemindən əldə etməlidirlər. Semestrin ilk günləri, ilk həftəsi olduğu üçün bəlkə bəzi ləngimələr olub. Bunu üzrə hesab etsinlər. Çünki biz nəticələr açıqlandıqdan sonra həmən gün nəticəni sistemə yükləməyə çalışırıq və ümid edirəm ki, yaxın günlərdə tələbələrimiz müvafiq elektron tədris portalı üzərindən nəticələrini yüklənən zaman anında görə biləcəklər. Mpro sistemində tez-tez donmalar yaşanır ki, bəzi tələbələrin nəticələri sistemə yüklənmiş olsa da, tələbələr bir neçə gün ərzində şəxsi kabinetlərinə daxil olaraq ballarını görə bilmirlər. Bu nə ilə bağlıdır və problemin aradan qaldırılması gözlənilirmi? Açığını deyim, mən bu məsələni bizim müvafiq texnik komanda ilə məsləhətləşdim. Onlar donmaların olmadığını deyirlər. Çünki onlar sistemi sinxron rejimdə monitorinq eləyə bilirlər. Texniki bir prosesdir. Əgər donma olsaydı, biz bunu etiraf eləyərdik ki, həqiqətən donma olub. Amma mənə verilən məlumatlar donmalar olmur. Ola bilər ki, bəzi tələbələrimizin şəxsi kabinetə girişində problem yaranır. Biz müşahidələrdə görürük ki, elə Ümumdünya şəhərsalma forumu vaxtı bir həftəlik onlayn dərslər ərəfəsində də biz gördük ki, bir çox tələbələrimiz şəxsi kabinetin parolunu unudub və ya telefon nömrələrini dəyişib. Ondan dolayı şəxsi kabinetə girməkdə çətinlikləri ola bilər. Belə bir problemlər olduğu təqdirdə tələbələrimizə tövsiyə edirik ki, tutorları vasitəsilə IT komandasına birbaşa əlaqəyə girsinlər. Amma sistemdə donma biz müşahidə etmirik və ümid edirəm ki, tələbələrimiz öz imtahan nəticələrini sistemə yükləndikdən sonra rahatlıqla görə biləcəklər. Belə bir halla tələbələrimiz rastlaşdığı halda, xahiş edirik, bu halda birbaşa universitetin sosial media ünvanlarına müraciət etsinlər. Biz anında sistemdə donma olub-olmadığını dəqiqləşdirək. Olmazdımı ki, müəyyən risklərdən qaçmaq üçün gecikmə və sistem xətaları zamanı nəticələr tələbələrə ənənəvi qaydada elan edilib, sistem bərpa olunduqda şəxsi kabinetlərə yüklənsin? Bəli, əlbəttə ki, bu mümkündür. Mən bununla bağlı həmkarlarıma, fakültələrin nümayəndələrinə müvafiq
müraciətimi edəcəm ki, onlar bu prosesi paralel aparmağa çalışsınlar. Amma tələbələrə də xahişim ondan ibarətdir ki, biz bu ikili məlumatlandırma prosesini sonsuza qədər davam elətdirə bilmərik. Universitetdə tədris prosesinin elektronlaşması artıq 3-cü ildə davam edir. Təbii ki, çətinliklərlə davam edir. Bu çoxlu resurs, bacarıqlar və səylər tələb edir. Tələbələrimizdən də anlayışla yanaşmalarını və məlumatlarını daha çox müvafiq elektron sistem üzərindən əldə etmələrini tövsiyə edirəm. Çünki əks təqdirdə ikinci və üçüncü şəxslərdən, fakültə nümayəndələrindən, tutorlardan, qrup nümayəndələrindən aldıqları məlumatlarda qeyri-dəqiqlik ola bilər. İmtahan rəhbəri və nəzarətçilərin bəzi hallarda tələbələrlə kobud rəftarı, imtahanların vaxtından əvvəl başlanılması, bəzi imtahanların vaxtından əvvəl sona çatdırılması ilə bağlı müraciətlər var. Konkret məsələdir və belə bir müraciətlər bizə də daxil olub və mən bütün mənə olan və ya bizim elektron sistemlərimizə olan müraciətlərə həmən anında cavab verməyə çalışırıq və tələbələrimiz belə hallarla rastlaşdıqda imtahan qərargahına, əsas binada, ikinci mərtəbədə imtahan qərargahına müraciət etmələrini xahiş edirəm. Əgər belə hal olubsa ki, tələbələrimiz imtahanın başlama və bitmə saatına görə onlara qarşı ədalətsizlik olub, bununla bağlı biz ölçü götürə bilərik. Amma tələbələrimizə bildirim ki, bizdə imtahanlar 3 növbədə qeyd olunan vaxtda başlamasına biz çox önəmsiyirik. Ola bilər bu 1, 2, 3 dəqiqə sürüşmələrlə gecikmə olsun. Bu bəzən tələbələrin zallarda yerləşdirilməsinə bağlı olur. Bu hallarda da koordinatorlara tövsiyə olunub ki, gecikmə halı müvafiq olaraq imtahanın bitmə halında da nəzərə alınsın. Amma tələbələrimizə mən xahiş edirəm ki, qərargaha müraciət etsinlər. Ona görə ki, bütün imtahan zalları video müşahidə altındadır. Biz imtahanların nə vaxt başlayıb, nə vaxt başa çatdığının və zallardakı imtahan prosesinin video yazıları bizdə var. Biz rahatlıqla bunu araşdırıb ədalətli qərar qəbul edəcəyimizə söz verirəm. Bununla bağlı xahiş edirəm qərargaha müraciət eləsinlər belə hallarla rastlaşdıqda. Ən çox gələn müraciətlərdən biri də universitetin infrastruktur problemləri, xüsusilə də digər tədris binalarının təmir vəziyyəti ilə bağlı narazılıqlardır. Bu cəhətdən mövcud vəziyyəti necə qiymətləndirirsiniz və bu istiqamətdə hansı işlər nəzərdə tutulur? Bəli, mən pedaqoji universitetdə infrastrukturun mükəmməl olduğunu digər tədris binalarında deyə bilmərəm. Bu barədə çətinliklərimiz var. Tələbələrimizlə biz görüşlərdə də bunları tələbələrlə görüşə gedəndə, auditoriyada, müxtəlif formatlardakı kontaktlarımızda da tələbələr bunu ifadə edirlər. Xüsusilə bizim 3-cü və 4-cü tədris binalarının inkişafı ilə bağlı müəyyən planlarımız var. Amma mənim hər zaman inandığım bir şey var ki, şərait təbii ki, vacib rola malikdir. Amma təhsil almaq, yaxşı müəllim kimi yetişmələri üçün tələbələrimizin bizdən asılı olan nə mümkünsə etməyə çalışırıq. Və infrastruktur da hər halda tələbələrimiz görür ki, ildən ilə daha da təkmilləşdirilir. Son olaraq tələbələrə demək istədiyiniz hər hansı bir şey varmı? Məmnuniyyətlə var. Mən tələbələrimizlə, bizim videoya baxan tələbələrimiz, mənimlə kontakt olanlar bilir ki, mən hər zaman tələbələrin səslərini dinləməyə, onların müraciətlərinə rasional cavab verməyə hər zaman çalışmışam. Arzu edirəm ki, tələbələrimiz öz imtahan proseslərində akademik nəticələrinin daha da yaxşılaşdırmaq üçün daha çox çalışsınlar və qarşılaşdıqları hansısa bir çətinlik, narahatçılıq, suallar ola bilər ki, ədalətsiz yanaşma olduğu təqdirdə müvafiq qaydada universitetin sosial media hesablarına, o cümlədən mənə, həmkarlarıma müraciət edə bilərlər. Vaxtınızı ayırıb tələbələrimizin suallarını cavablandırdığınız üçün təşəkkür edirik. Tələbələrimizə də imtahan sessiyasında uğurlar arzulayıram. Arzu edirəm ki, uğurlu nəticələrlə imtahan sessiyasını başa vursunlar. Çox sağ olun.